Vaxtda səs-küy cingiltini əziyyət çəkirsən, başın içərisində səs-küy cingilti var düzdür, onda videoya yaxın əyləş. Başdakı səs-küy cingilti, əl-ayaq uyuşması, əl tərləməsi, göz qaralması, boynumuzun bu arxasının ağrılar, boynuzu belə dəbərdəndə xart-xurt gəlməsi, kürəyimizin arxasının ağrıların vurması, şiddətli baş ağrıların olması. Bunlar bilirsiniz hansı xəstə əlamətlər? Bunlar boyun östürxanlısı arasında boyunda duzlaşma deyimiz xəstə. Yəni, başa və boyuna qan düzgünləsin əsasını başlayır. Bəzən biz boyun östürxanlısı əziyyət çəkən şəxslərimiz gedirik, qulağımıza profka axtarırıq, yəni başımızda səs-küy cingilti olan şəxs. Profka axtarırıq və yaxud da qulağımızı yudururuq, amma heç bir faydası yoxdur. Yəni, açıq danışanda, qulağında səs-küy cingilti var, başda səs-küy cingilti, heç bir faydası yoxdur. Çünki sən düzgün müalicə eləmirsən. Başda səs-küy cingilti iki faktdan qaynaqlanır. Bir əsəb sinəsinin pozulması nəticəsində, bir də boyun östürxanlısı. Gəlin, boyun östürxanlısı kimi problemlər kökünü həll edəcək 3 məsul məsələdir. Lipid çay, iyonlaşmış biokalsium, lestinli beyin kalsium. Lipid çay qan dövran sistemi yaxşılaşdırır. Damarları üçün kirədici maddələri təmizə çıxarır. Və üstəlik ki, boyunda və bədəndə hər hansı yerində duzlaşma varsa, ya sidik vasitəsilə, ya tər vasitəsilə bədəndən xaric edir. 40 paketdə 42 istifadə edilir. İkinci, iyonlaşmış biokalsium. Lipid çay duzlaşmanı təmizləyəndən sonra boş qalan yeri depolayıb doldurur. 10 paket 10 gün istifadə. Üçüncü məhsul və sonuncu məhsulumuz lestinli beyin kalsiumu 30 kapsuldur, 15 gün istifadə olunur və bu demək ən son nöqtənin işi görür. Yəni son nöqtəsini qoyan lestinli beyin kalsiumudur ki, belə deyim, bütün qan dövran sistemi yaxşılaşdırır, qanın beyində və bədəndə düzgün hərəkət etməsinə çox kötü köməyi var. Əsəb sinəsini aradan qaldırır, yuxarı rejim problemlərdən qaldırır. Siz də bu məhsul əldə etmək istəyirsinizsə, profilimdə qeyd etdiyim əlaqədən olmasa, əlaqə saxla lestinli beyin kalsium, iyonlaşmış biokalsium və lipid çayı. Al istifadə nəticənin özünüz gözünə görəcəksiniz.